Hamıya salam. Futbol menecer karyeramızın ikinci bölümü ilə qarşınızdayam. Ən son harda buraxmışdıq, elə oradan davam edirik. Növbəti maça qədər təxminən 1 ay vaxtımız var və bu vaxt ərzində biz transfer dönəmi 12 günə açılır, müəyyən transferlər etməliyik. İlk olaraq klubun vəziyyətinə baxım. Keçən bölümdə komandanı çox da tanıtmamışdım. Bu gün onları tanıtacağam ilk olaraq. Sonra da nəyə ehtiyacımız olduğunu birlikdə görəcəyik. Məsələn, beklərimizə baxanda mən razıyam onlardan. Ancaq qiymət olaraq da yaxşıdırlar deyə təklif gəlsə sataram deyən bunları. Yaşları biraz çoxdur falan. Qapıçı zəif gəlir mənə gözümə. Yəni dəyəri də var, yəni satmaq da olar. Profil zəifdir, daha yaxşı qapıçı almaq olar. Müdafiə çox yaşlıdır. Ancaq yenə də yol vermək olar. Soko ən əsas oyunçumuzdur zaten. Buna təklif gəlsə yəni satarım, çünki babat pulda. Komandanı təzədən yığaram bu pulla. Sonra gənc oyunçumuz var burada. Orta saha ikilimiz həqiqi güvən verir də. Yəni ikisi birlikdə 30 milyondan çox eləyir. Yaşı da çoxdur, yəni bunları rahatlıqla sataram yəni təklif gəlsə. Miyoshi 2 milyon yarım dəyəri vardı yəni. Prosta o qədər də yaxşı oyuncu deyil bu. Qanadlarımdan o qədər razı deyiləm. Hoffman heç nə eləməyib. Son 5 maçda meydanda gəzib adicə, elə belə boş bir qanad oyunçusudur, yəni satmaq olar. Hücumçularım da ki, belə də yəni yola verməliyik, elə belə hücumçulardır. Yedek kulübəsində də ki, o qədər işə yarayan bir ad olduğunu düşünmürəm. Bunları tez-tez göstərib keçim. Bu xoşuma gəlir. Bunun babat potensialı var, gəncdir də. Yəni inanıram bundan nəsə çıxacaq. Profildəki gözəl görünür. Hazırda aha, sözləşməsi bitən oyunçularımız. Baxaq siyahıya. Losley. Yəni heç bu oyunçu ilə yenəməyə dəyməz. Profildə iş nədir? Bu ümumiyyətcə rədd elə, bu da boş oyun. Bunu da yenə də dəyməz, yəni yeniləməyə çıxıb getsin. Əgər Bundesliqaya çıxmasaq, bununla yeniləmək olar. Amma Bundesliqaya çıxsa, yəni belə oyunçuya ehtiyac yoxdur da. Burada Real Madridin gənc müdafiəçisi Raul Asensio'ya təklif göndərir, amma pulumuz çatmır, rədd edirik. Daha sonra bir xeyli müddət oyunçu axtarışı ilə məşğul oluram. Təkliflərdən birini rədd edib, birini qəbul edirəm. Kvartengi 2 milyona satıram. Getdi 1.3-ə. Burada mənə Atalantanın altyapı oyunçusunu 240 min ödəyərək qaçaq şəkildə transfer eləməyimi təklif eləyir. Asistan menecerim, mən də qəbul edirəm. Amma təəssüf ki, transfer son anda baş tutmur, oyunçu Atalantada qalmağı seçir. Cədvəlin liderinə qarşı oynayırıq və təəssüf ki, 2-0 məğlub oluruq. Bir neçə oyunçunu daha komandadan göndəririk. Yenidən oyunçu axtarışları və növbəti oyuna çıxırıq. Qalib gəldik. Bu hissədə daha çox oyunçu axtarırdım. İstifadə eləmədiyim oyunçularımdan birini isə 3 milyon avroya sata bildim və daha sonra bir hücumçu ilə anlaşdım. İndi isə ona sözləşmə verəcəm. Kalman müqaviləni qəbul elədi. Yeni hücumçumuz xeyirli olsun. 5 milyon pul qarşılığında. Qapıçımızın gələn transfer təklifini qəbul elədik. Bayaq bəhs etdiyim oyunçunun satışını tamamladıq. Eyni anda qapıçımızın da satışını tamamladıq. Və yeni aldığımız hücumçu ilə də son imzaları atıb komandaya yerləşdirdik. Qapıçımız getdikdən sonra isə bir müddət qapıçı axtardıq. İndi isə Altay Bayındır ilə razılığa gəldik və o transferi də tamamlamaq üzrəyik. 6 milyon verdim, görürsən gəlmək istəyər. Bu hissədə Altay Bayındırın transferini tamamlayıb heyətimizə yerləşdirdik və ikinci komandadan əsas komandaya bacarıqlı bir qapıçı və bacarıqlı bir sol ayaq sağ qanad oyunçusu çıxardıq ki, rotasiyada onları da istifadə edə bilək. Digər oyunçuları da kirayə gələn təklifləri qəbul edib kirayə listəsinə əlavə elədik. Daha sonra isə artıq yeni maça başlamağa hazırıq. Schalke ilə oynadığımız oyunda da son dəqiqələrdə bir qol atsaq da bəs eləmədi və təəssüf ki, 2-1 hesabı ilə Schalkeyə məğlub olduq. Təxminən 10-15 dəqiqə bir sol qanad oyunçusu axtarmaqla məşğul oldum və bütün pulumuzu işlədərək bir oyunçuya təklif göndərdik. Görək oyunçunu razı sala biləcəyimi? Oyunçu ilə 8 illik müqavilə imzaladım. 10 nömrəli formanı verib sol qanada atdım.
Pulumuz qalmadığı üçün başqa transfer edə bilmədən transfer dönəmini yekunlaşdırdıq. Preston Münster ilə oynadığımız oyunda da ilk hissədə 2 qol atsaq da ikinci hissədə 2 qol yeyərək 2-2 bərabərliyi ilə oyunu yekunlaşdırdıq. Paderbornla oynadığımız oyunda da qalibiyyət üzünə həsrət olduq. Yenə məğlubiyyət alaraq klubu məğlubiyyət bataqlığına batırmış olduq. Onun iş piyasasında nə iş var? Torino var Serie A'dan. Taktik çalışma yapıyorum. Bir şey deniyorum. Rakibi şaşırtmak istiyorum belki. Sen yokken Daha sonra bölümün son 2 maçına çıxdıq və təəssüf ki, hər iki maçda da hesab bərabərəykən 90 üstəgəl dəqiqələrdə qol buraxaraq 2-1 hesabı ilə məğlub olduq. Mən də bundan belə nəticəyə gəldim ki, bu uğursuz bölümü elə burdaca yekunlaşdırım. Və uğursuz keçən bir bölüm oldu. Belə deyək. Fikstürlərə baxdıqda oynadığımız oyunlardan sadəcə birində qalibiyyət aldıq, ikisində bərabərlik aldıq, qalanlarında isə məğlub olduq. İkinci komandadan çıxardığım gənc qapıcı və bu bölümdə elədiyim 3 transfer. Gələn bölümdə bir tərəfdən çalışacağam ki, komandanın formunu da düzəltim. Gözəl bir bölüm oldu, amma uğurlu bir bölüm olmadı. Nəysə, sağ olun, növbəti videolarda görüşənədək.